Sonra baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxslərə ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirdi. Vurğulandı ki, təqsirləndirilən Arkadi Qukasyan, Bako Saakyan və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Vüsal Əliyev məhkəmədən təqsirləndirilən Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David Babayan və David İşxanyanın cəzasını həbsxanada çəkməklə ömürlük, Arkadi Qukasyan və Bako Saakyanın cəzasının ilk 10 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov isə məhkəmədən təqsirləndirilən Madat Babayanın və Melikset Paşayanın 20 il, Qarik Martirosyanın 19 il, David Allahverdiyanın 18 il, Levon Balayanın 17 il, Vasili Beqlaryan, Qurgen Stepanyanın və Erik Qazaryanın 16 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Onların cəzanın ilk 10 ilini həbsxanada, qalan hissəsinin ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələrini xahiş etdi. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məhkəmədən xahiş etdilər. Bundan başqa cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olundu. Məhkəmə prosesində həmçinin zərər çəkmişlərin nümayəndələri də təqsirləndirilənlərə qarşı irəli sürülən ittihamın bir ilə yaxın müddətdə davam edən məhkəmə istintaqında tədqiq olunan sübutlar, araşdırılmış materiallar, dindirilən şahidlər və zərər çəkmişlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirildiyini dedilər. Nümayəndələr dövlət ittihamını müdafiə edən prokurorların təklif etdikləri cəza ilə razı olduqlarını və buna uyğun hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə prosesi noyabrın 27-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər.